Artıq tablarımızdan davam edə bilərik. Biz PowerPoint-a daxil olduqda bizi qarşılayır əvvəlcə Home tabı. Gəlin görək Home tabında nə yerləşir. Sol tərəfdə bənzərçisi artıq aydındır. Sizin var Ctrl-V yapışdır əmriniz, Ctrl-X sil əmriniz, Ctrl-C kopyala əmriniz və belə deyək, formatın kopyalanması əmriniz. Bunların haqqında məncə kifayət qədər məlumatımız var. Sizə tanış olmayan tərəf slide əmridir. Əvvəlcə bunu yadda saxlayaq. Word-dəki sənədlərimiz adlanırdı layout A4. PowerPoint-dəki sənədlərimiz adlanır slide. Yəni slide-ın səhifəsi və slide. Slide özü onsuz da bir səhifə deməkdir. Yəni sizə bir sual verilsə ki, PowerPoint-dəki vərəqlər nə adlanır? Bu halda deyirsiniz slide adlanır. New slide adlı bir əmriniz var. Bunu açdıqda sizə gələn hazır belə deyək, şablonlar göstərilir və biz bunları rahatlıqla istifadə edə bilərik. Başlıq əmri hansı ki ekranda görürük, bunun eynisidir. Daha sonra başlıqdan fərqli olaraq bu kimi əmr gəlir. Yuxarıda biraz sahə yaz yazmaq üçün, aşağıda isə ona izah vermək üçün. Bunların hamısını istifadə edə bilərsiniz, hansı sizə o an lazımdırsa. Məsələn, yuxarıda bir məlumat, daha sonra 2 bölünmüş sahə kimi bir seçiminiz var. Bunları nə üçün istifadə edəcəyimizi bir iki dərs sonra daha ətraflı öyrənəcəyik. Əvvəlcə tətbiqimizi öyrənək. Bu qoyulmuş qutular var. Bu qoyulmuş qutular sadəcə text boxlardır. Yəni bunu siz özünüz də düzəldə bilərsiniz. Bir dənə səhifəni götürdük. Məsələn, buradakı bu panelləri sildik. Bu görünüş sizin xoşunuza gəlmədi. Text box götürürük. Eləyirik ki, buradan bir məlumat yazacaq. Fərz eləyək ki, burada başqa məlumat yazacaq. Bura istəsək bir şəkil əlavə edəcəyik. Yəni istədiyiniz quruluşu özünüz də yarada bilərsiniz. Ora o hazır şablonlar sadəcə text boxlardan yığılıb, siz də eynisini edə bilərsiniz. Birinci səhifəmizin anlayışını vermişik. Keçən dərsə həmişə sizin və layihəniz haqqınızda məlumat verməlidir. İkinci səhifə hər zaman belə deyək, çox da məcbur deyilsiniz, amma olsa sizin üçün bir üstünlük olar. İşiniz haqqında, yəni yığdığınız təqdimat var, təqdimat haqqında biraz məlumat verməlidir. Məsələn, daxilində nədən danışacağınız, söhbətin nədən getdiyi, mövzunun nə əhatə etdiyi, bu kimi bir qısa məlumat, bir izah, bir mündəricat mı deyək, plan mı deyək, bu şəkildə bir ön anlayış versəz, qabağınızdakı istifadəçilər, dinləyicilər daha belə deyək, maraqlı olar, diqqəti cəlb olunur. Məsələn, baxırlar ki, planda, dördüncü planı bu insan danışacaq robotexnikadan. Həmin adam da nə deyəcək? Deməli, dinləməliyəm, çünki bu sahə mənə maraqlıdır. Qalan səhifələr isə başlayır artıq yazdığınız planları icra elətdirməyə. New slide-ın üzərinə basdıqda sizə hazır şablon gəlir. Hazır şablon budur. Yuxarıda belə deyək də adı və məlumatı belə bilək ki, adı və məlumatı, mövzunun adı və məlumatı kimi hazır standart gəlir. İstədiyiniz kimi dəyişdirə bilərsiniz. Layout əmri ilə də dəyişdirə bilərsiniz. Baxın, new-nun daxilində basdıqda həmin vərəq əlavə olunur. Layoutda basdıqda durduğunuz vərəqin stilini dəyişdirirsiniz. Yəni qayda olaraq bir yerdə işləyir. Reset demək həmin vərəqi əlavə edibsinizsə və yaxud da stilini dəyişdiribsinizsə onu geri qaytarılmasıdır. Gəlir section əmri. Görək section əmri nə deməkdir? Section ümumiyyətcə ayrıc deməkdir. Yəni belə deyək, xüsusiləşdirilmiş, ayrılmış məlumat deməkdir. Bəs bunun PowerPoint haqqında nə istifadə edə bilərik? Mənim sizə hazırladığım bir sənəd var. Hətta gəlin sizə hazır bir şablon sənəd göstərək. Növbəti dərslərdə siz də bunları istifadə edəsiniz. Baxın, Excel üçün hazırlanmış bir sənəd var. Burada bir panel ayırmışıq. Baxın, section. Adı logical funksiyalardır. Yəni, içində də söhbət bundan gedir. Bura məntiq logicallar yazmışıq. O şəkildə paylanılıbdır. Yəni, ümumi olaraq nədir deyə sual versəz, ayrıcdır. Yəni, həmin o slaytınızın başlığında bir verdiyiniz başlıqdır. Bura verirsiniz, məsələn, burada söhbət gedəcək, məsələn, home tabında. Deyirik home tabı, yəni siz də PowerPoint-ə girdikdə vərəqi görməsəz belə, bu sahədən oxuyub tapa bilərsiniz. Ola bilər ki, home tab haqqında izah vermişəm 200 dənə slayt. Ola bilər. Bəlkə mən hər şeyi çox detallı və qısa-qısa izah edirəm. Hər səhifəyə sadəcə bir dənə məlumat verirəm. Məsələn, sadəcə bu funksiyasının bold əmri etdiyini sadəcə bir səhifədə yerləşdirmişəm.
Sectionu əlavə edə bilirsiniz, yaratdıqlarınızı silə bilirsiniz. Əlavə etdikdən sonra adını bəyənməsəz, rename əmrini istifadə edə bilirsiniz. Yəni adını dəyişdirmək istifadə edə bilirsiniz. Əgər sadəcə həmin əmri silmək istəyirsə, yəni bütün sectionlara deyil, sadəcə yaratdığınız sonuncunu, durduğunuz ünvandakını silmək istəyirsinizsə də remove, yəni sil əmrini basa bilirsiniz. İndi gəldik for əmrinə. Word-də demişdik, bizim qaydamız var idi. Shift olaraq sadəcə təmsil romanı istifadə edə bilirdik. PowerPoint elə bir qaydamız yoxdur. İstədiyiniz bütün shiftləri və ölçüləri istifadə edə bilərsiniz. Amma burada ölçüdə bir qaydamız var ki, 12, 14, 16 çox kiçikdir. Burada minimum başlayır 24, 28, 32, 20 və 22. Yəni bu aralıqda çox istifadə olunacaq. Çünki nəzərə almalısınız ki, slayd lövhəyə verilir və kənarda oturanlar, dinləyicilər onu aydın şəkildə oxuya bilməlidir. Tiplər isə shiftlər. Bunların hər biri sizindir. İstədiyinizi istifadə edə bilərsiniz. Sadəcə yenə nəzərə alın ki, məlumat ilə dinləyicilər, oxuyucular arasında biraz məsafə olur. Yəni onlar onu oxuyub başa düşə bilsin. Yəni tamam, ola bilər ki, sizin xoşunuza gələn shift 3D modellidir, amma əgər o kənardan narahat oxunursa, oxunmaqda çətinlik yaradırsa, problem yaradırsa, bunu istifadə etməməyiniz daha yaxşıdır. Yazdığınız sözün yenə eyni şəkildə qalınlığı, italik yazılması, altdan xətt çəkilməsi, kölgə effekti, üzərindən xətt çəkilməsi. Sözlərin arasında belə deyək, bir məsafə anlayışı var. Bunlar normal olaraq necə təsdiqlənir? Söz bitir, hərf bitir, daha sonra digər hərf gəlir. Bunları böyüdüb kiçiltmək olur. Yəni sanki bir space varmış kimi hərflərlə yaza bilirlər. Daha kiçildilə bilər, sözlər bir-birinin daxilində ola bilər. Yəni bunlar görünüş işidir. Daha sonra yazdığınız sözü kiçildilən, böyüdən bu kimi əmrlərimiz var. Hansı ki, Word-də də eyni əmrlər vardır. Sözün rəngini dəyişdirilməsi əmri var ki, PowerPoint-da bunu çox istifadə edirsiniz. Biz demişdik, Word-də hər saat istifadə olunmur, amma PowerPoint-da rəng dəyişdirilməsidir, hazır Word-atlar da bunları istifadə edirik. PowerPoint-in vərəqinin daxilində belə deyək, məlumatlar özü baxın sırasız siyahı kimi qəbul olunur. Yəni siz yazı yazırsınız, aşağı düşürsünüz, sizə baxın nöqtə işarəsi, bu hazır siyahı vardı, onlar gəlir. Dəyişdirə də bilərsiniz. Hamısını seçib eyni də edə bilərsiniz və ümumiyyətcə istəməyə də bilərsiniz. Əgər non əmri versəz, onu siyahı olmaqdan xilas edirsiniz. Burada sadəcə iki cür siyahınız var. Sırasız və sıralı. Yəni açıqlama siyahınız mövcud deyil. Bu tərəfdə isə yenə rəqəmli, rəqəmsiz əlifba sırası ilə rub rəqəmləri ilə sıralanmış halını görə bilərsiniz. Məlumatın solda, məlumatın mərkəzdə, sağ tərəfdə və sağdan soldan tənzimləməli yazılması əmri var. İstifadə edə bilərsiniz. Yadınıza gəlirsə, Word-də layout deyə bir əmri keçmişdik, hansı ki orada bizim kolum, yəni sütun anlayışımız var idi. Burada da var həmin anlayış, sadəcə artıq burada layoutda deyil. Burada tabın özündədir. Seçdiyimiz bu qutu var. Baxın, bunlar çox fərqli anlayışlardır. Aşağıda düzəltdiyiniz qutudakı məlumat textboxdakı, yuxarıdakı ilə heç əlaqəli deyil. Yəni istəsək bu qutunu 3 yerə bölə bilərik. 2 yerə və yaxud da daha çox yerə. Hansı ki baxmışdıq, More Columns-da bunu düzəldə bilirik. Neçə yerə bölünməyini istəyirik? 5 yerə. Gəlin baxaq, bölündümü? Aşağı düşürəm. Digər sütun və sonuncu sütun. 5 sütuna böldüyümüz üçün baxın, biz artıq 6-cı sütuna keçdikdə ölçü tənzimləməsi itir. Neçə sütuna bölmüşsünüzsə onu istifadə edirik. Məcbur deyilik, təbii ki də bu bizim seçimimizdir. Yazdığımız məlumatlar arasında məsafə, bu eyni şəkildə də Word-da da var idi. Yazdığımız sözlər arasında, yəni sətirlər arasında məsafədir. Standart olaraq 1.5 və yaxud da 1 istifadə edə bilərsiniz. Burada çox böyük aralıq istifadə etməyiniz sizə sərf etməyə bilər. Niyə deyə sual versəz? Çünki nəzərə ala bilirik ki, PowerPoint-dəki slayd ölçülərimiz çox kiçikdir. Yəni hündürlüyü və uzunluğu çox az miqdardır. Yəni biz də bunu içinə məlumat qoyaraq onsuz da dolduracaq. Hələ bir də sətirlərin arasındakı məsafəni böyüdərək belə deyək, vərəqimizin bizə verdiyi o əl çatımlığı əlindən almış olarıq.
Yazdığımız məlumatın istiqamətinin dəyişdirilməsi əmri var. 90 dərəcə, 270 dərəcə və yaxud da belə deyək, tək-tək hərflənməsi. Məncə aydın şəkildə görə bilirsiniz. Adding text. Ya dedik ki, bütün sistemi sahələr text boxdur. Yəni bu səbəbdən bu 3 əmr gəlib artıq belə deyək. Dizayn formatında deyil, burada. Yəni home əmrində, yazılar əmrində yerləşdirib. Çünki yazdığımız sahə text boxdur. Yazdığımız məlumat vərəqin başından başlayır, mərkəzindən başlayaraq yazılır və sağdan, yəni ən aşağıdan başlayaraq yazılır. Hansını istəsəz seçə bilərsiniz. SmartArt əmri burada əlavə olunub, eyni şəkildə insert əmrində də mövcuddur. Insertdə daha ətraflı keçəcəyik. Bura niyə qoyublar deyə sual versəz, istənilən anda çevirmə həyata keçirə bilsin deyə. Word-də də demişdik ki, SmartArt əmri ən çox PowerPoint-də istifadə olunur. Insertdə yəqin ki, fiqurlar tabını xatırlayırsınız. Biz demişdik, sənədə nə əlavə etmək istəyiriksə, o insertdədir. PowerPoint bundan fərqlidir. Sağ tərəfdə baxın, insertdəki qoya bildiyimiz fiqurlar var, shapesdə. Bunların eynisi PowerPoint-də sağ tərəfdə də var. Təbii ki, yenə insertin daxilində də var. Sadəcə hər an istifadə olunur deyə fiqurlar tabını gətirib sağ tərəfə də qoyublar. İstədiyimiz fiquru seçə bilirik. İstədiyiniz fiquru seçə bilirsiniz. İstədiyimiz yerə ünvanlaya bilirik. Yenə biz kənarda olduqda deyil. Baxın, kənardayıq. Xeyr, belə bir sahə yoxdur. Biz fiqurun üzərində olduqda shape format əmri açılır. Shape format əmrində daha detallı keçəcək. Fiqurların sahəsi var. Əgər sənədə 2 fiqur eyni anda əlavə etmişsinizsə, home tabımızda bu şəkillər arasındakı əlaqə sahəsi var. Bunların eynisini dizaynda shape formatı izah edəcəyimiz üçün burada qısa olaraq deyirəm. Şəklin arxaya getməsi, şəklin önə gəlməsi. Əvvəlcə böyüyü qoymuşduq, sonra kiçiyi. Böyüyün üzərində durub böyüyü arxaya aparaq. Böyük şəkil önə gəldi, kiçik arxaya getdi. Bu kimi tənzimləmələrimiz var. Eyni şəkildə fiqurun fırlanması var. Bu qoyduğumuz simvollar, belə deyək, fiqurlar kvadrat olduğu üçün bu dərəcələr çox, belə deyək, gözdə görünmür. 90 dərəcə sola da çevirirsə, sağa da çevirirsə kvadrat kvadratdır. Çünki ölçüsü eynidir. Seçilən bütün şəkillərin sıralanması üçün bir sahəmiz var. Bunların hamısını shape formatda gələn dərsə belə deyək, daha ətraflı şəkildə görəcəyik. Narahat olmayın. Hazır şablonlar var. Yəni, hansı ki, bizə Word, PowerPoint təklif edir ki, istəsəz bu rənglərdən, şablonlardan birini istifadə edə bilərsiniz. Əgər sizin özünüzün bəzəməyə səbriniz və vaxtınız yoxdursa, bu şablonları istifadə edə bilərsiniz. Və yaxud da ola bilər ki, deyirsiniz, mən istəmirəm, özüm seçmək istəyirəm. Onun üçün yenə bizim shapefile, yəni məlumatın daxili rəngi əmrimiz var. Məlumatın kənar sərhədi əmrimiz var və 3D modelə çevrilməsi effektləri. Burada demişdik, kölgə effekti var, güclü yansıması var, işıq effekti var, göründürülük səviyyəsi var, 3D modelə çevrilməsi anlayışı var. Yəni, bu kimi tiplərimiz var. Word-də də bunu keçmişdik ki, bizim bir axtarış əmrimiz var. Klaviaturadan Ctrl+F basmaqla və buradan Find əmrini basmaqla axtarış əmri gəlir. Biz bura yazmaq istəyirik axtarış etmədiyimiz sözü. İstədiyimiz sözü yazırıq və Find Next verdikdə bizi həmin sözün ünvanına aparır. Replace əmri yazdığımız sözü dəyişmək üçündür. İstədiyimiz sözü yazırıq, o söz hansı sözlə əvəz ediləcək onu qeyd edirik və Replace all basırıq. Yəni, dəyişməyin həyata keçirir. Sizə bir məlumat gəlir. Narahat olmayın, bu bir səhv deyil. Bu sadəcə məlumatlandırmadır. Deyir, slide daxilində, təqdimat daxilində bir söz dəyişdirildi. Siz də buna icazə verirsiniz. Home tabımız bu qədərdir. Fiqurların daha ətraflı sahəsini insertin daxilində bir daha keçəcəyik.